Mustafa'nın həyətində dayanmışıq. Çevir orada. Evimiz o. O bizim evdir. Bax, ora çevir. Səməd dayının evidir. Sonra bu tərəfə çevir. O Müseyib babamın, Hafız əminin evidir. Ora çevir. O da Yaman əminin evidir. Hamam da duruyor orada, gördün. Arkada hamam var. Gel bu taraf. Gel bu taraftan onu yakın dur. Her şeyi görsen böyle. Ha, yerlerde yok. Bura kitapla doluydu. Şimdi hiç ne yoktu. Ayaz, Arif, Arzuman. Axırında və əskərə gedəndə kim məni yola salmağa gəlmişdi? Ha, bir dənə sən, onlar ikisi əskər deyil. Onlar əskər deyil. Evet. Can Ayzar, can. Bax, evdən qalan budur. Deməli, bütün il boyu bu şeytanları yığırdıq. Bunlarla yeni ildə qarqara çıxılan günü, Kosa gedəndə istifadə edirdik. Bax, evin içi budur. Dambaca durur. Ha, qaz filtrəsi də duruyor da. Bizim bax 17'nin 14'e qalan evimizdən budur. Mətbəx, mətbəxin dambacası, ortadakı 11 metr olan zal, arxadakı otaqlar. Bu da başdakı 14 metrəlik zal. Bu dayandığım yerdəki seyvandır. Bax, bax. Qonşular. Ha, qazın turbası da dur, bax. 93-cü ildə buradan çıxanda 4 gözlü qaz neçə kvadratdır? 4'ün 4'ə 16 kvadratlıq mətbəx, o da onun dambacası. Bu cür işıq çəkməyi Bakıda bəlkə də son 10 ildə öyrəniblər. O cür onun sıvağı altı işığı, hər şeyi qaydasında. Kuxnadan kanalizasiyanın turbası. Bax, belə bir yer. Hə, Salamayev. Salam. Gəldik, gördük səni də. Xoş gördük bu bayram günündə. Vüsal Nuru'ya ayrıca. Vüsal Nuru, bax orada dağdağın ağacı vardı, o daşların yerində. Yoxdur. Dağdağın ağacı yoxdur. Qonşuların evi, Toğuz xalagilin evi, Əvəz dayının evi, Səməd dayının evi, Müseyib babam, Hafız əmmin evi, Yaman əmmin evi. Məhəlləmizdən yığdığım bu şeytanlar. Bunu Kosa gedəndə yeni ildə nədir? Bayram günləri, çərşənbə axşamları Kosa gedəndə asırdıq boynumuzdan.